Niyə bu dünyanı 5-6 ölkə idarə eləməlidir? 5-6 ölkə qərar verməlidir, hamı onun qərarına müti olmalıdır. İstədiyi ölkəni işğal eləyə bilər, istədiyi ölkəni bombardıman eləyə bilər, haqlıdır. Niyə? Dünya məyər belə idarə olunmalıdır? İstənilən vaxt bir ölkənin suverenliyini pozsun, getsin onun ərazisini işğal eləsin, hansısa bəhanələrlə, adlar qoymaqla, buna necə insan razı ola bilər? Bu düzən ədalətli düzəndirmi? Dünya belə mi idarə olunmalıdır? Bu bir insanı düşündürməlidir. Bugün baxırsınız, misal olaraq deyirəm, Avropa dövlətlərindən biri Fransa gedir, Malini işğal eləyir. Deyir, orada İslam ekstremistləri ilə vuruşuram. Gedir, başqa bir ölkənin ərazisinə girir, kimisə güya kimlənsə vuruşmaq məqsədi ilə, amma həmin o Fransa başqa bir ölkədə həmin o İslam ekstremistlərini silahlandırır, öz dövlətinə qarşı qaldırır, misal üçün. Baxırsan, görürsən ki, məqsəd tamam başqadır, məqsəd ya qızıldır, ya neftdir, ya başqa amillərdir.